Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli, növbəti sınavımızın izahını verəcəm. 18-ci sınavımızdır. Bundan öncəki sınavlarda əldə etmək istəyirsinizsə, bizim rəydə linklərimiz olacaq, ora keçid edə bilərsiniz. Dünən sınav paylaşmadım. Gördüm ki, çox sınav paylaşan və şagirdlər çatdıra bilmir. Ona görə bir gün fasilə verdim ki, çatdıra biləsiniz. İndi arda-arda 6, 7, 8 sınav paylaşandan sonra yenə də bir gün fasilə verəcəm araya ki, yazıb çatdıra biləsiniz. Deməli, belə bir sualdır. 2021-ci ildə uşaqlar buraxılışa düşüb. V çoxluğu ilə F çoxluğunu birləşdirməliyik. V çoxluğu ilə F çoxluğunu birləşdirməliyik. Ondan S-i çıxmalıyıq. Birbaşa da S-i çıxa bilər əslində uşaqlar. Bu ikisinin birləşməsi elə budur. İçində ortaq olanları siləcəm. Baxın, 41-dən 2 dənə də sildim. 40-dan da 2 dənə də sildim. Başqa ortaq olan yoxdur. İndi onun içərisindən də aşağıdakı S-i çıxmalıyam. 43 var, 43-ü çıxmalıyam. 44 var, 44-ü çıxmalıyam. 45 var, 45-i çıxmalıyam. 46, 47 yoxdur. Və salam, yuxarıda 37, 38, 39 qaldı. 40, 41, 42 qaldı. Bu da oldu 6 dənə sayını soruşurdu C bəndi. İkinci, B çoxluğunun elementləri -4, 7 intervalında olan tam ədədlərdir. O zaman B çoxluğunun ədədlərini yazaq. -3, -2, -1, 0, 1, 2, 3, 4, 5, 6. Uşaqlar, bu B çoxluğunun elementləridir. Təsadüfən seçilmiş iki elementdən birinin müsbət, digərinin isə mənfi tam ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, P hadisə ehtimalımız bərabər olarsa, məxrəcdə olacaq kombinizon. Toplamda 3 burada, 6 burada, 9. Bir dənə də burada 10 dənə element var. 10 dənədən ikisini seçirəm. Bu bütün hallardır. Bizə lazım olan isə birinin müsbət, birinin mənfi olmasıdır. Mənfilər 3 dənədir. Birini bundan seçərəm. Kombinizon 3-dən 1 vurulsun. Müsbətlər də 6 dənədir. Birini də bundan seçərəm. 6-dan 1 və salam. 3-dən 1 3 eləyir, 6-dan 1 6 eləyir. Bunu heç bilmək lazımdır. Ondan 2-də uşaqlar 10 faktorial böl 8 faktorial vur 2 faktorialdır. Yuxarıda 18, aşağıda. 10 faktorial 8 faktorialına ixtisar edir. Burada 9 vur 10 qalır. Bundan da bu ixtisar edir. Burada 5 qalır. 5 9-unda 45. 45-də 18. Bunu da 9-a ixtisar etsəm aşağıda 5 qalar, yuxarıda da 2. Oldu 5-də 2, yəni 0-da 4 A bəndi. Növbət. A bəndi. Üçüncü sual. Ucuları M və N olan nöqtənin orta nöqtəsinin koordinatları. -3 ilə 7-ni toplayacaqsınız, eləyəcək 4. Böləcəksiniz 2-yə, oldu 2. 6 ilə 8-i toplayacaqsınız 14, böləcəksiniz 2-yə 7. 2 və 7 bizim cavabımızdır, C bəndi. 8x çıx 7 funksiyasının qrafikini absissoxunu hansı nöqtədə kəsir? Absissoxunu kəsirsə, hansı oxu kəsirsə, digəri 0. Y-in yerinə 0 yazırsınız. 8x çıx 7 bərabərdir 0. 8x bərabərdir 7. X də bərabərdir 8-də 7. Deməli, bir nöqtə 8-də 7-dir, digəri də 0. Y bəndi. 5-ci sual. Tacəddin 6 ədəd detal üçün 15 manat ödəyərsə, 14 belə detal üçün neçə manat ödəyər? Şuralar bildiyiniz düz mütənasibdir. 14 üçün x. 6x bərabərdir 15 vur 14. 3 ilə bu gedər 5 qalar. Burada 2 qalmışdı. Bununla da bu gedər 7 qalar. 5-i də 7-yə vurdum. 35-dir bəndə. 6-cı. Həndə silsilədə B7 kök 3 olarsa, bunu tapın. Uşaqlar, ədəd silsiləsinin bir xassəsi vardır. Bu kök 7-dirsə, buradan ikisindən də eyni uzaqlıqda, bir dənə solda, bir dənə sağda, onun kvadratı 7-dir. B5 ilə B9 da 7-dir. Bu üçünün hasili. 7, 7, 49, kök 7. Bir dəqiqə. Uşaqlar, üzr istəyirəm, kök 7 deyilik, kök 3-dür. Kök 7 hardan çıxdı? 7-yə görə çaşıb kök 7 yazmışam uşaqlar. Bu 3 olur, bu da 3. Hasil də olur 9 kök 3. C bəndi. Diqqətli olmaq lazımdır. Tili kök altında A böl 3 olan kubun tam səthinin sayısı. Kubda S tam 6 dənə A kvadratdır. O da bərabərdir. 6 vurulsun, til budur. Bunun da kvadratı olacaq A böl 3. Bundan da ixtisar qədər qalar 2A. Bitdi. Yəni C bəndi. Hələ ki, rahat gedir. Gəldi 8-ə. İfadəsinin qiymətini tapın. Yuxarı olduğu kimi qalsın. Aşağının kvadratların cəmi kvadratı kimi atacaq. Kök 11-in kvadratı 11, kök 7-in kvadratı kök 7. Toplayanda da oldu 18 plus 2 kök altında 77.
Yuxarıdan olduğu kimi saxlayaram ki, olar. Sualın artıq cavabı göründü. 2-ni aşağıdan qarşıya çıxarsam 9 üstəgəl kök 77 olacaq. Bununla da bu gedər. Qalar 2-də 1 və yaxud da 0,5. Belə bir tənlikdir, köklərini tapmaq lazımdır. 4-ü vuraram buna, olacaq 2 üstündə 4 böl y bərabərdir. 8 də yazaram 2 üstü 3-ün üstündə y böl 3. 3-ü də bunu vuraram. Qısası belə bir ifadə qalacaq. 2-nin üzərində 4 böl y bərabərdir 2-nin üzərində y. İndi əsaslar eynidirsə, qüvvətlər bərabər olmalıdır. 4 böl y bərabərdir y-ə. Çarpaz vuranda y kvadrat bərabərdir 4-ə. Y də bərabər müsbət mənfi 2. İndi 1 kökü 2-dir. 1 kökü də mənfi 2-dir. Cəmi də 0. Belədir. 10. Deməli, belə bir kompleks ədədimiz var. Z üstündə 2006-nı tapın deyir. Əvvəlcə buradan Z-i tapıram. Çarpaz vursam, Z bərabərdir. Daha doğrusu Z bərabər deyil. Z vurulsun 1 çıx I bərabərdir 1 plus I-yə. Buradan da Z-in özü bərabərdir 1 plus I bölünsün 1 minus I-yə. Və uşaqlar, bunu da ardıca 1 plus i-yə vuraram qoşmasına. Siz kompleksdə də irrasional ədəd kimi yanaşın bəzi hallarda. Yəni, məxrəci kompleks ədəddən azad eləyin hər zaman. Bu da 1 plus i olacaq. Bərabər. Aşağıda kvadratlar fərqidir. 1 çıx i kvadrat. Yuxarını da vurub cəmin kvadrat deyə belə açalım. 1 plus 2i plus i kvadrat. İndi uşaqlar, baxın, i kvadrat mənfi 1-dir. Bu da müsbət 1-dir. Bunlar bir-birini aparar. I kvadrat mənfi 1-dir. Qarşıda da mənfi var. Olur müsbət 1. Burada da 1. Yuxarıda olacaq 2i böl 2. Bu da qaldı i. Adətən uşaqlar, belə qüvvət suallarında z i qalır. Ya i qalacaq, ya mənfi i qalacaq. Siz yenə də axıra qədər diqqətli olun. İndi misalımız belə oldu. i-nin üstündə 2006. Bunda qaydası var. 2006-nı 4-ə bölürsən, qalığı yazırsan qüvvətdə. 2006-nı 4-ə böləndə qalıqda 2 qalır. Qalır i kvadrat. Bu da olur mənfi 1. B bəndi. Ox kəsiyinin diaqonalı 15 cm, hündürlüyü 9 cm olan silindrin oturacağının radiusunu tap. İnşallah, əvvəlcə silindiri çəkmək lazımdır. Əgər şəkili diqqətli çəksəz, diqqətli deyəndə, yəni səliqəli çəksəz, həm də sən uşaqlar, belə deyim, özü səliqəli işləməkdir. Mən nə zaman ki səliqəsiz yazmışam, fikir vermişsiniz, hər şey gözünüzün qarşısındadır. Hesab səhv eləmişim. Bu bizim silindirimiz. Ox kəsiyinin diaqonalı 15, hündürlüyü 9-dur. 9 buradır. Ox kəsiyinin diaqonalı da budur. 15-dir. Səndən radiusu soruşur. Şurada bu da diametrdir də. 15, 9 hansı ədəddir? 225 81, 144 edir. Deməli, diametr 12-dir. D 12-dirsə, radius 6-dır. Bitdi. D bəndi. Gəldik bura. 12-ci sualı həll eləmək lazımdır. 2 dənə kosinus x üstə gəlir kök 3 bərabər. 3 pi-dən danışırıq. Şurada hər zaman 2 pi-ni tullaya bilərsiniz. 2 pi-ni atdıq, getdi, qaldı sinus pi. Sinus pi-də də 0-dır. Buradan 2 dənə kosinus x bərabərdir mənfi kök 3. Kosinus x də bərabərdir mənfi kök 3 böl 2. Bu tənliyin həlli də belə olacaq. X bərabərdir plus minus. Kosinusun mənfisində pi-dən çıxmaq lazımdır. Kosinus kök 3 böl 2-ni alır 30 dərəcə, yəni pi böl 6-da. Və mən bunu pi-dən çıxmalıyam. Pi çıxılsın pi böl 6. Bir kosinusda belədir, mənfi olanda pi-dən çıxmalı. Bir də kotangesdə. Üstə gəl 2 pi-k. Buradan da alınır ki, müsbət mənfi 5 pi böl 6 üstə gəl 2 pi-k. Haradadır? C-dədir. 13-cü sual. Radiusu 6 cm olan o mərkəzli çevrədə 100 AMB 120 dərəcədir. Bax, bura 120 dərəcədir. AB vətərinin uzunluğunu tapın. Vətər. Şuralar bu 6-dır. Bu da 6-dır. Burada 6 kök 3'dür. Amma gəlin tapaq belə olduğunu. Bərabər yanlış bucadır. Buradan bu hündürlüyü endirsəm, bu hündürlük həm tənbələn, həm də median olur. Bura 60 olur, burada 60. Avtomatik burada 30 olur. 30 dərəcənin qarşısındakı 3-dür. 60 dərəcənin qarşısındakı kök 3 misli 3 kök 3-dür. Bərabər yanlı olduğu üçün burada 3 kök 3-dür. Oldu 6 kök 3.
Yadınızda saxlayın, ümumiyyətlə bərabər yanlı üst bucaqda 120 dərəcədirsə təpə bucağı, yan tərəfdə A-dırsa, qarşı tərəf A kök üstü, yəni kök üst misli. Y variantı. 14. Tənliklər sistemindən AB hasilini tap. Yuxarını -1-ə vuranda belə olacaq. 2A çıx B bərabər 4-ə, A üstəgəl B bərabərdir 11-ə. Tərəf-tərəfə toplasan 3A eləyəcək, bərabərdir 15, A bərabərdir 5. Əgər A 5-dirsə, 5 plus B bərabərdir 11, B də bərabərdir 6. 5 və 6 hasildə 30. 15. Kater çayın axını ilə 45, axına qarşı 9 km gedərək bütün yola 4 saat vaxt sərf elədi. Çayın axma sürəti 3 km olarsa, qayığın durğun sudakı sürətini tap. Demək olar, bizim 2 dənə yolumuz var. Yolumuz daha doğrusu 2 hissəlidir. Birinci 45 km, ikinci isə 9 km. Bizdə ümumi zaman var, deməli zaman sabitdir. Birinciyə sərf olunan zaman T1, ikinciyə sərf olunan zaman T2-dir. Biz də bilirik ki, S bərabərdir V T1-də düstur. T bərabərdir S böl V. Bu düsturdan istifadə edəcəyik. Birinci 45 km-ə baxaq. S 45-dir. T1 bərabərdir 45 bölünsün. Sürətə baxırıq. Çayın axını ilə gedib. Axını ilə gedibsə sürətlər toplanır. Katerin sürəti x-dir. Yolun sürəti 3. Olacaq x plus 3. T2 bərabərdir 9 km ikinci yol və axına qarşı gedib. Bu zaman sürətlər çıxılır x çıx 3. Və bu ikisinin cəmi 4 olmalıdır. Yəni 45 bölü x plus 3 üstə gəlib 9 bölü x minus 3 bərabərdir 4-ə. İndi bu tənliyi həll edək. Məxrəc hasildir x kvadrat çıx 9-dur. Bunda çarpaz vurarım. 45x çıx 135 üstə gəlib 9x üstə gəlib 27 bərabərdir 4-ə. Bir dənə də sadələşdirib sonra çarpaz vuraq. 45 ilə 9 eləyəcək 54x. 135-dən də 27 çıxanda 8 qalır. 108 bölünsün. X kvadrat çıx 9 bərabərdir 4-ə. Ardıca çarpaz vuraram. 4x kvadrat çıx 36 bərabərdir 54x çıx 108. Hamısını sola keçirib normal tənlik halına gətirərəm. Çıx 54x. 108 mənfidir, sola keçəndə müsbət olacaq. 108-dən də 36 çıxanda 72 qalır deyəsən. 72 bərabərdir 0. 2-yə də bölsək, 2x kvadrat çıx 27x üstə gəl 36 bərabərdir 0. Ümid edirəm, hesab səhv eləmədik, bu boyda şey yazdıq. Deməli, uşaqlar, qayığın durğun sudakı x-i tapmalıyıq da, yəni qısası x-i tapaq. Buradan D bərabərdir. 27-nin kvadratı 729-dur. Üstə gəl. 4 vur 2, 8. Üstə gəl yox çıx. 8 vur 36. Bərabərdir. 729 çıx. 836-ya vuranda 240. 288. Bu da 500. Yox. 441 edir. 441-də uşaqlar 21-in kvadratıdır. Deməli düz yoldayıq. 27 çıx 21 böl 4. Burada 1/5 qalır. Yəni 6 böl 4 1/5 eləyir. İndi uşaqlar gələcəm bu hissəyə. İkinci kökdə 27 plus 21 böl 4-dür. 48 də 4-ə böləndə 12. Deməli bir kök 1/5-dir, digər kök 1/5-dir, digər kök də 12-dir. İndi uşaqlar deməli nə edəcəyik burada? Uşaqlar, bizdə bir qiymət, ikisi də müsbətdir də, yəni normaldır. Amma belə bir məsələ var. Əgər bunun sürəti 1/5 olsa, bu sürəti 3 olan çaya qarşı hərəkət eləyə bilməz də, düzdür? Ona görə biz böyük götürürük 12. Katerin durğun sudakı sürəti 12 oldu. Bircə dəqiqə. Davam edək. 16-cı sual. 3 ardıcıl natural ədədin cəmi 66-dır. Birinə n deyərəm. Digərinə n plus 1 deyərəm. Digərinə n plus 2 deyərəm. Təbii ki, uşaqlar indi bəzi yoldaşlar 2n deyib, onlar o da problem deyil. 2n plus 1, 2n plus 2 də deyə bilərsiniz.
Mən burada fərz edirəm ki, n cüt ədəddir. 3n plus 3 66-dır. 3n bərabərdir 63. N də bərabərdir 21. Hə, uşaqlar, burada cüt ədəddən danışmıraq, ümumiyyətlə ardıcıl natural ədəddir. Yəni yenə də doğrudur. 21, 22 və 23. Bu ədədlərdən ən böyüyü ilə ən kiçiyinin hasili. Məqsədləri bizi yormaqdır da. 23 vurarıq 20-də. Bunlar 3, 2, 6, 4. Toplayanda da 3, 8, 4, 483. Sonra A, B ise 7K, 5K, 3K'dır. A 7K'dır, kvadratı 49K kvadrat. B 5K deyərəm, 25K kvadrat. C 9K kvadrat. 60. 49'dan 25 çıxanda 24 qalır. 24'dan da 9 çıxanda 15K kvadrat 60'dır. K kvadrat 4'dür. K da qalır. Burada bir dənə əksiliyi var. ABC mənfi ədəddir yoxsa müsbət ədəddir? O qeyd olunmayıb. Natural söhbəti də yoxdur. Yəqin uşaqlar müsbət ədəddir. Burada biraz şərtdə problem var. Müsbət mənfi 2 alınır, biz 2 götürək. 2 götürsək, A 7K olduğu üçün olacaq 14, B 5K olduğu üçün olacaq 10, C də 3K olduğu üçün 6. Cəmi də 30. 18. Funksiyasının əsas dövrünü tap. Əsas dövrdə buna ehtiyac yoxdur. Bir dənə 3 lazımdır. T bərabərdir. Pi bölünsün. Tangent həmişə pi'dir. Pi bölü 3. Şəklə əsasən 3 sinus A, 2 kosinus A ifadəsini tap. İndi uşaqlar, bura 3'dür. Bu radius 5 olduğu üçün burada 5'dir. Uşaqlar teoreminə görə burada 4 olur. Olur 3, 4, 5, 3 bucağı. Sinus alfa olacaq. 3 vurulsun. Sinus alfa olacaq 4 bölü 5. Üstə gəl. Kosinus alfa olacaq 3 bölü 5. 2 vurulsun. 3 bölü 5. 5 də məxrəcdə 12 plus 6. 5'də 18. Bu da 3 tam 5'də 3. Tamamda 6 edir. 20. Uzunluğu 10 cm olan parça müstəvini kəsir. 10 cm olan parça müstəvini kəsir. Parçanın ucları müstəvidən 2 və 4 cm məsafədədir. Bu parçanın müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tap. İndi uşaqlar. Baxın, bu parçanı belə sürüşdürürsən yuxarı. Bura 4 olduğu üçün bu hissədə 4 olur. Toplam olur 6. Bura 10'dur. Proyeksiya budur. Bütöv oldu 8. Başqa yolda var amma uzundur. Ən gözəl budur. 21. M düz bucaq, N kör bucaq və bu ifadə 260'dır. K'nın dərəcə ölçüsünün ən kiçiyi. M düz olduğu üçün 90 ilə birbaşa yazaram. N çıx 90 üstə gəl K bərabərdir 260. Buradan N plus K bərabərdir 90 üstə 260 gələndə 350. K'nı soruşur deyə K da bərabərdir 350 çıx N. Bizə deyir ki, ölçüsünü ala biləcək ən kiçik qiymət. Bunu ən kiçik götürmək üçün N'i ən böyük götürməliyəm. N də kör bucaqdır. Kör bucağın da ən böyük qiyməti 179'dur. 350'dən 170 çıxanda 180 qalır. 180'dən 9 çıxanda 171. 22. İti bucağı 30 dərəcə, sahəsi 6, perimetri 18. Paralelogramın xarici oblastında tərəflər üzərində qurulan kvadratların sahəsini tap. Deməli, bu bizim rombumuz. Daha doğrusu paralelogramımız. Bura A olsun, bura B. Bu da 30 dərəcə. Sən bilirsən ki, bunun perimetri 2A üstə gəl B'dir. Bərabərdə 18'ə. A üstə gəl B də bərabərdə 9'a. Cəmi 9'dur. Sahə düsturda belədir. AB sinus alfa. A vur B vur sinus 32'də 1'dir. Bərabərdə 6. AB də oldu 12. İndi cəmi 9, hasılı 12 olan ədədləri tapa bilərik yoxsa yox? Vuranda 12 eləsin. Toplayanda 9 eləsin. Tapa bilmiriksə əgər, özümüzü yormayaq. Ola bilər, siz tapdınız, mən tapa bilmədim birinci. Bunu yazdım bura.
İndi bizə deyir ki, tərəflər üzərində qurulmuş kvadratlar. Bu tərəf üzərində bir kvadrat qursam, bunun tərəfi A olduğu üçün olacaq A kvadrat. Üstəgəl, bu tərəfdə də bir A var deyə bu da olacaq A kvadrat. Yəni 2A kvadrat, üstəgəl, bu tərəfdə də kvadrat qursam olacaq B də bütün tərəfləri. 2-dən də B kvadrat. Uşaqlar, bu paralelogramı silirəm, artıq ehtiyac yoxdur. 2-ni qarşıya çıxarsam, A kvadrat plus B kvadrat qalır. 2-ni yenə qarşıya çıxardıram, A kvadrat plus B kvadrata düstur tətbiq eləyərəm. A plus B-nin kvadratı çıxılsın 2AB. Bərabərdir. 2 vur. A plus B 9-dur, kvadratı 81. AB 12-dir, 2-yə də vurdum 24. 81-dən 24 çıxanda 61-dən 4 çıxmağa bərabərdir, 57 olur. 2 vur 57. Bu da 114 edir. Sonra 23. X-imiz -2 ilə 4 arasındadır. 3x -3x üstəgəl 2y plus 4 olarsa y-i tap. 2y bərabərdir 3x çıx 4. Daha doğrusu tam tərsinə 3x bərabərdir 2y plus 4. X-in yerinə y yazmalıyam da. X də bərabərdir 2y plus 4 böl 3. Gətirə yazaq yerinə. -2 kiçikdir 2 y üstəgəl 4 böl 3 kiçik bərabərdir 4-ə. Hər tərəfi 3-ə vuraram. -6 2y üstəgəl 4 kiçik bərabərdir 12. Hər tərəfdən 4 çıxaram. -10 2y 8. Bir də 2-yə bölərəm. Y-i tapmaq üçün. -5 y 4. -5 ilə 4 arası. Y-in tam qiymətləri də -4-dən başlayır. Müsbət 4-ə qədər. Hamısının cəmi getdi 0. 24. Euler-Venn diaqramına əsasən A verilib, B verilib, hətta C də verilib, ABC hasılını tap. A-nı vurğulara ayırsaq. X kvadrat çıx 2x, hasılı -8, cəmi -2, -4 ilə 2-dir. Deməli olacaq x minus 4, x plus 2. Bax, A oldu x minus 4, x plus 2. Deməli, A 2-dir. C-yə baxaram, budur. Hasılı -3, cəmi 2, 3 ilə -1-dir. Bu da olacaq x çıx 3, x plus 3, x çıx 1. Deməli, bu da olur x çıx 1, bu da olur x plus 3. Deməli, B 3-dür. B 3-dür. Nə qaldı bir dənə? C qaldı. Uşaqlar, C-ni də buradan tapacam. X-in yerinə 3 yazanda 0-a çevirərək. 3 yazaram, 0-a bərabər edirəm. 0 bərabərdir 27, üstəgəl 3-ün kvadratı 9 vur 2, 18, çıx 27, çıx C. Bunlar gedər, C bərabərdir 18-ə. C də 18-dir. Deməli, bizə də hasını soruşur. A 2-dir, B 3-dür, vur 18. 2 3 6. 6-nın 18-ə vuranda desən 108 edir. Gəldi 25-ə. P, A, B, C, D 12-dir. P, A, B, C, D 12-dir. F, K 2 kongruent düzbucaqlı əmələ gətirir, yəni 2-yə bölünür. A, B bərabərdir 2 dənə A, F-ə. A, B bərabərdir 2 dənə A, F-ə. Mən bura 1x desəm, onda bura 2x-dir. Bu da tən yarıya bölündüyü üçün burada x-dir. Deməli, bu fiqur kvadrat imiş əslində. Heç oxşamıram mı? Onda biz tərəflərini tapa bilərik də. Çünki 2 vurulsun, 2x enidir, uzunu da deməli, bir dəqiqə. Deməli, çalır. Nədir? Eni 2x-dir, uzunu da 2x-dir. Bərabər edirəm 12-yə. 4x bərabərdir 6, x də bərabərdir 1/5. X 1/5-dirsə, bax bura. 1/5. M-in orta xətt deyil. Bax, bu üçbucağa baxsaq, düzbucağı, üçbucağı. Bu 1/5-in yarısıdır da. Nə qədər olacaq? 0,75. Məsələn, aslında çox rahat oldu. Bu qədər uşaqlar. Bütün sualların izahını verdim. Növbəti sınavlarda görüşənədək. Sağ olun, hər birinizə uğurlar.